Necəm əgər? Bilirsənmi, mən onu bircə dəfə görmüşəm. Adını da bilmirəm. Ancaq onu bilirəm ki, çox yaxşı oxuyur. Bəlkə sən onu şənlikdə görübsən, amma tanımayıbsan. Nə danışırsan? Əziz izləyicilər, hər birinizi salamlayırıq. Bugün sizə taleyi faciələrlə dolu olan, gözəlliyi və istedadı ilə milyonların sevgisini qazanan məşhur aktrisa Nelli Ataullayevanın həyat hekayəsindən danışacağıq. Uşaqlıq illərində yaşadığı ağır itkilər, uğursuz ailə həyatı, sənət yolunda qazandığı uğurlar və ömrünün sonuna qədər davam edən çətin mübarizə. Bütün bunlar onun həyatını filmlərindən daha dramatik edib. Hazırsınızsa, başlayaq. Vay, Nə oldu? eybi yoxdur. Bərdəydi? Yox, mənə xoşdur. Təki siz getməyin. Mən hər şeyə dözərəm. Vay, vay. Qocalığı təsəvvür etmirəm. İstəyirəm gənc və gözəl ölüm. Bu sözlər həyatının son günlərini yaşayan məşhur özbək aktrisası Nelli Ataullayevaya məxsus idi. Taleyi faciələrlə dolu olan bu istedadlı sənətkar qısa ömrünə baxmayaraq kino tarixində silinməz iz buraxıb. 1955-ci ildə çəkilmiş Görüş filmində Lala obrazını canlandıran Nelli Ataullayevanın yaratdığı obraz Azərbaycan tamaşaçıları tərəfindən də böyük maraqla qarşılanmışdı. Filmdə onun rolunu tanınmış aktrisa Sofiya Bəsirzadə səsləndirmişdi. Gözəlliyi, təbii oyunu və ekrandakı cazibəsi ilə seçilən Nelli qısa zamanda tamaşaçıların sevgisini qazanmışdı. Kamil! Kamil! Aa, bu necə oldu görəsən? Bu oğlan kimdir?